Senin yerin değil mi? Akıllı bana benim. Sen hani gelmişsin? Sen falan oyna. İki qəhrəmanı var. Fərid və gözəl qızımız Mövlanə. Bugün bir fərqli toyumuz olacaq. Bugün çatdıran Respublikanın əməkdar artisti Fərqanə xanım Qasımovanı səhnəyə dəvət edirəm və baxın görün anadan evladına bir təbrik mahnısı. Bir ana kızını vurdalen gidir. Bir ana hasretle gelin gözleyin. Ay maşallah. Fərid və Mövlanə Bağzalı sədalar altında. Bəh, 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 bəh. Hətta balabanda. Ay, vay, vay. Çox mübarək əzizlərim. Kızlar oğlum yar soranlar
şəhərlərimizdən Balaban ifaçımız Rafael Əskərova alqışlar və Nağrı ifaçımız Elməddinə alqışlar. Hamınız xoş gəlmişsiniz. Mən isə mikrofonu verirəm bizim gözəl aparıcımız Mətanət xanıma. İnanıram ki, çox sərbəst, çox rahatçılıqla bu toyu biz yola verəcəyik. Çünki həm aparıcımız Mətanət xanımdır, həm də bizim böyük, gözəl sənətkarlarımız burada olacaq, həm də sizin kimi sevimli, əziz qonaqlarımız. Hər kəs yenə də xoş gəlib, nuş olsun, var olasınız. Deyir, vağzalı çalır, anan ağlayır. Vağzalı çalında Mətişə ağladı. Elə ifa etdiniz ki, Fərqanə xanım. Təşəkkür edirəm, gözü dolusu görəsiniz. Axşamınız xeyirli olsun, gözəl insanlar. Bugün gözümüzün qarşısında sanki bütün bu gözəl əsər canlandı, yarandı, söhbət Fəridlə bizim Mövlanənin sevgisindən gedir. Bu çox önəmlidir. Elə belə, elə Mövlanə Cəlaləddin Ruminin sözündən, yəni onun ifadəsi ilə başlamadım. Həqiqətən də sevgi çox önəmlidir. Hətta bizim Xəzərin devizidir, sevgi əsasdır. Və bugün bura daxil olanda ansambla deyirəm ki, abalam, bu nə ansamblıdır, adı nədir? Dedilər, adını siz verin. Dedim, nə olar? Bugün olsun, qızımız Xəzərdən, oğlanımız Xəzərdən, Xəzərin əməkdaşları buradadırsa, elə verilişimizin adından. Bəli, bugün veriliş olacaq burada. Toy bir verilişə, bir əsərə, bir əfsanəyə çevriləcək. Xahiş edirəm, yeni ansamblımdır. Xəzər Axşamı ansamblı. Bir alqışlayaq ansamblın solistlərini. Burada ifaçılarımız Nazlı xanım buradadırsa, görün necə gözəl olacaq. Və bu gözəlliyə əlbəttə ki, qonaqlarımız bir başqa rəngi qatacaq. Burada bizim tanınmış xalq artistlərimiz, əməkdar artistlərimiz gözəl-gözəl öz sözlərini deyəcəklər, şənləndirəcəklər və diqqətli olun. Bugün burada çox maraqlı bir yarış olacaq. Bütün Xəzərdə çalışan burada xanımlar bugün hamısı gəlib mənə deyir ki, o nə yarışdır, bəlkə deyir ucundan, qulağından bizə deyəsən. Dedim, qətiyyən belə olmaz. Yarışın qalibini isə hədiyə gözləyir. Hədiyəmiz də birazdan onu da biləcəksiniz. Mən çox rica edərdim musiqiçilərimizdən qəşəng bir hava, toyumuzu birazdan başlayacaq, amma bir şey deyim, xeyir-dua almaq bu öndədir. Və ümumiyyətlə Qurandan o kəlamlar ki var, ruhumuzu oxşuyur. Bu çox önəmlidir və bugün ruhumuz bir daha yenilənəcək və qulaqlarımız o Qurandan olan ayələrdən mi deyim, sözlərdən mi deyim, inanın ki, zövq alacaq. Və bura gözəl xanımları, Kəmalə xanımı, Rəna xanımı dəvət etmək istəyirəm, çünki onların, belə deyək də, dini baxışları ilə biz istəyirik ki, başlayaq, onların o gözəl sözlərinlə başlayaq bugünkü toyumuzu. Xoş gəlmişsiniz, Allah sizdən razı olsun, Rəna xanım, Kəmalə xanım da yaxınlaşsın bura, var olasınız və o gözəl sözləri eşitmək nə xoş bizim halımıza. Buyurun. Euzubillahimineşşeytan. Hanımlar, hoş geldiniz. Hoş geldiniz. Gülistan Hanım, hoş